cəhənnəmdən olan qırmaqlar gəlib onları ətlərin parçalayıb aparacaq. Bəziləri o körpünü keçsələr belə, bəzilərini o qırmaqlar dartıb cəhənnəmə atacaq. Allah bizi o oddan qorusun. يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَاوَاتُ وَبَرَزُوا لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ. İman etməliyik ki, orada bir gün vardır, əzəmətli gün vardır ki, o gün İsrafilin sura üfürdüyü gündən sonra baş verəcək. Nə vaxt ki, sura üfürəcək, insanlar qəbirlərindən ayrılacaqlar, bu da diriliş gündür. İnsanlar bədənlərinə qayıdacaq, ruhları bədənlərə qayıdacaq və orada bütövləşəcəklər. Öz qəbirlərində bədənləri bütövləşəcək. Sonra ciskin olaraq bir yağış yağacaq, onların bədənləri yerdən bir otun bitdiyi kimi bitəcəklər. Sura üfürəndə onlar qəbirlərindən qalxıb aləmlərin Rəbbinə tərəf gedəcəklər. Onlar qəbirlərindən çıxan vaxtı da ayaqyalın, çılpaq və sünnət olmamış halda olacaqlar. Və onlar məhşər torpağına toplanacaqlar. Yüce Allah Quran-Kərimdə buyurur ki, "Yevmə tubəddəlül ardu qayrəl ard." O gün yer başqa bir yer ilə əvəz olunacaqdır. Onlar bir yerdə toplaşacaqlar, orada uzun müddət qalacaqlar. Onlara olan sıxıntının şiddətinin üzərinə günəş də 1 mil miqdarına insanlara yaxınlaşacaqdır. İnsanların günahlarının miqdarında öz tərlərində boğulacaqlar insanlar. Bəzi insanlar tərlərində boğulacaq, bəzilərinin tərləri göbəklərində olacaq, bəziləri isə Allahın ərşinin kölgəsində kölgələnəcəklər. Sonra şəfaət günü olacaq, şəfaət olacaq. İnsanlar peyğəmbərlərin yanına gələcəklər, ulul azm elçilərinin yanına gələcəklər, onların atası olan Adəm əleyhissalamın yanına gələcəklər. Hamısı üzrxahlıq gətirib Məhəmməd peyğəmbərin yanına yönələcək. Məhəmməd peyğəmbər də ərşin altında səcdə edəcək və Allah Subhanahu taala ona şəfaət etməyə icazə verəcək. Eləcə də qiyamət duruşudur, qiyamət günü hesab duruşudur. Allah Subhanahu taala ilə qul tək tənha bir yerdə qalacaqlar. Onlar arasında bir tərcüməçi olmayacaq. Allah onlara günahlarını etiraf etdirəcək, unutduğu günahları xatırladacaq. Ona deyiləcək ki, sən belə etmisən, belə etmisən. O da deyəcək ki, ey Rəbbim bilirəm, ey Rəbbim bilirəm. Eləcə də qiyamət günü duruşlarından tərəzidir. Orada qulların əməlləri, salih və pis əməlləri böyük bir tərəziyə qoyulacaq. O qədər böyük ki, göylər və yer ora qoyulsa, o tərəzi onu çəkər. Mələklər deyəcək ki, ey Rəbbimiz, bu tərəzi kimi çəkəcəkdir? Nəyi çəkəcəkdir? Deyəcək ki, mənim məxluqatımdan kimi istəyirsən çəkəcəkdir? Onlar deyəcək ki, Subhanəkə mə abədnəkə haqqa ibadətik. Ey Rəbbimiz, sən hər şeydən münezzəhsən, biz sənə layiqli ibadət etmədik. İnsanlar bu tərəzidə 3 qismə bölünəcəklər. Onlardan bir qisminin tərəzisi, savabları ağır gələcək. Bunlar da xoşbəxt insanlardır. Bunlar birbaşa cənnətə düşəcəklər. İkinci qism günahları savablarından çox olanlardır. Bunlar da bədbəxtlərdir. Uca Allah Quran-Kərimdə buyurur ki: "Fəəmmə men thaqulət məvazinuh fəhuve fi 'işətin radiyeh və əmmə men xaffət məvazinuh fəummuhu haviyeh və mə ədrakə mə hiyeh." O gün kimin tərəzisi ağır olacaq, onun üçün gözəl bir yaşayış vardır. Kimin tərəzisi yüngül gələcəksə, cəhənnəm onun yeridir, sən nə bilirsən o nədir. Üçüncü qism isə günahları ilə savabları bərabər olanlardır. Bunlar da əraf əhlidir. Onlar qiyamət günü cənnətlə cəhənnəm arasında uzun bir müddət qalacaqlar. Uzun bir müddət qaldıqdan sonra Allahın rəhməti ilə cənnətə salınacaqlar. Eləcə də qiyamət duruş yerlərindən biri də hovuzdur. O hovuz ki, onun eninin və uzunluğunun məsafəsi 1 ay məsafəsindədir. Onun suyu qardan daha soyuq, baldan daha ləzzətlidir. Onun ətrafında qədəhlər səmada olan ulduzların sayı qədər olacaqdır. Kim ondan bir qurtum içərsə, heç vaxt susamaz və heç vaxt üzü qaralmaz. Eləcə də o duruşlardan biri insanların sıratdan keçən vaxtıdır. Bu da xoşbəxt kəslərlə bədbəxt kəsləri ayıran bir sıratdır, körpüdür. Əbu Səid Xudri radiyallahu anh buyurur ki, mənə Peyğəmbər sallallahu əleyhi və səlləmdən xəbər çatıb ki, o körpü tükdən daha incə və qılıncdan daha iti olacaqdır. İnsanlar oradan əməllərinə görə keçəcəklər. İnsanların oradan keçən vaxtı fərqliliyi zülmət və nur baxımından fərqlənəcək. Yəni insanların əməllərinə görə qarşısı işıqlanacaq. Bəzilərinin isə əməlləri az olduğuna görə qarşısı zülmət olacaq, qarşısını görməyəcək. Eləcə də onlar sürət və yavaş getmək baxımından bir-birindən fərqlənəcəklər. Əməlləri yaxşı olanlar sürətli keçəcək, pis olanlar yavaş keçəcək. Eləcə də cəhənnəmdən olan qırmaqlar gəlib onları ətlərin parçalayıb aparacaq. Bəziləri o körpünü keçsələr belə, bəzilərini o qırmaqlar dartıb cəhənnəmə atacaq. Allah bizi o oddan qorusun.